Vaxtilə Azərbaycanda İslamofobiya ilə üzləşib. Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Azərbaycanın irsi dağıdılıb. Bunu Bakıda keçirilən İslamofobiya qərəzin ifşa olunması və stigmaların dağıdılması mövzusunda 3-cü Beynəlxalq Konfransın yekunlarına dair mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib. O vurğulayıb ki, İslamofobiya elementləri Avropanın bəzi institutlarının ölkəmizlə bağlı bəyanatlarında da özünü göstərir. Stat, eyni zamanda indi də Ermənistanda bu proses baş verir. İkinci məsələ isə ondan ibarətdir ki, Avropa Parlamenti və Avropanın bəzi institutları tərəfindən Azərbaycana dair səslənən bəzi bəyanatlarda İslamofobiya təzahürləri və elementləri var. Təəssüflər olsun ki, İslamofobiya bu yanaşmanın tərkibi hissəsidir. Artıq bu konfrans daimi bir platformaya çevrilib. Burada həm ənənəvi qonaqlar, həm də ilk dəfədir ki, burada iştirak edən ictimai-siyasi xadimlər var. İkinci nəticə isə ondan ibarətdir ki, bu sahədə artıq institutlaşma prosesi gedir. Bunun üçün də Qəyyumlar Şurası yaranacaq. Eyni zamanda tərəfdaşlarımızla birlikdə praktik addımların atılması barədə düşünmüşük. Statın sonu. Fərid Şəfiyev qeyd edib ki, bu addımlara birgə araşdırmaların aparılması təkcə Azərbaycanda yox, xaricdə də konfransların, habelə İslamofobiya ilə bağlı kursların təşkili və sair daxildir.